Hadisə, Demet Evgar, Simge və İrem Derici saxlanıldı. Türkiyə mediası bu xəbərlə çalxalanır. İrem Derici ilə Dilan və Engin Polad cütlüyünün narkotik maddə istifadəsini təbliğ etmək ittihamı ilə saxlanılması xəbəri gündəmə bomba kimi düşüb. Amma məsələ bununla bitməyib. Siyahıya Hadisə, Demet Evgar, Simge və aktyor Mert Yazıcıoğlu kimi bir çox tanınmış adlar da əlavə olunub. İstanbul İl Jandarma İdarəsinin keçirdiyi geniş miqyaslı əməliyyat çərçivəsində saxlanılan məşhurlar narkotik maddə istifadə etmək və istifadəyə təşviq etmək ittihamları ilə üzləşiblər. Saxlanılanların tam siyahısı: Dilan Polad, Engin Polad, İrem Derici, Kubilay Aka, Kan Yıldırım, Hadisə, Berrak Tüznataç, Duyğu Özaslan, Demet Evgar, Meriç Aral, Özge Özpirinçi, Mert Yazıcıoğlu, Feyza Altun, Deren Talu, Zinət Salih, Bircə Akalay, Metin Akdülger, Ceren Moray, Simge Sağın. Hazırda şübhəlilərin ifadələri alınır, həmçinin qan və sidik nümunələri üzərində analizlər aparılır. Sosial şəbəkələrdə isə bu əməliyyatla bağlı mübahisələr böyüyür. Sizcə, bu qədər məşhurun adının hallanması təsadüfdürmü?